Belə suallar verirlər ki, anemiya hansı yaşda daha çox rast gəlinir? Anemiya bütün yaşlarda rast gəlinir. Əsas odur ki, onu yaradan səbəb aydınlaşmalıdır. Və hətta 1 yaşında uşaq, 6 aylı uşaqda da anemiya ola bilər. Və ya dünyaya gələndən sonraki qısa 1 ay ərzində də bu anemiyanı biz görə bilərik və bunun səbəbi araşdırılmalıdır. Ən çox məsələn 1 yaş, 2 yaş, 3 yaş belə olanda uşaqlarda bəzən qida problemi ilə əlaqədar olaraq dəmir defisitli anemiya yaranır, üzə çıxır və yaxud da ki, irsi qan xəstəliyi varmış və uşaqda onun ilk əlaməti anemiyadır, qan azlığıdır. Bu artıq 1 yaşında və yaxud da 1 yaşdan sonra üzə çıxır. Və yaxud da elə qan azlığı ilə müşayiət olunan irsi əsası ana bətninə qoyulmuş xəstəliklər var ki, onlar da həyatda məsələn yaş yarım 2 yaş, 3 yaşdan sonra üzə çıxmağa başlayır. Ona görə də bütün anemiya görülən xəstələr yaşından asılı olmayaraq, ayından asılı olmayaraq hökmən həkimə, hematoloqa müraciət etməlidir. Ancaq onların düzgün axtarışları anemiyanın səbəbini tapacaq, əlbəttə ondan sonra isə müalicəsi başlanacaq.